Bismillahirrahmanirrahim. İnne hâzel Kur'âne yehdi lilleti hiye ekvemu ve yubeşşirul mu'minin الذين يعملون الصالحات أن لهم أجرا كبيرا. Rəhman və Rəhim olan Uca Allahın adıyla. Salam əziz dostlar, dəyərli izləyicilər, hər birinizi Allahın salamı ilə salamlayıram. Mübarək Ramazan ayında, Qur'anın baharı olan ayda, Qur'an ayında hər birinizi xoş gördük. Bildiyiniz kimi artıq mübarək Ramazan ayı evlərimizin, könüllərimizin qonağıdır. Əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəm əzabından qurtuluş olan ayı bizə lütf edən Uca Rəbbimizə sonsuz şükürlər olsun. Uca Rəbbimiz bu ayı haqqı ilə anlamağı, bu ayda olan gözəllikləri, bu ayda olan sirləri dərk etmək yolunda bizə agahlıq və ayıqlıq nəsib etsin inşallah. Dəyərli dostlar, Ramazan ayı deyildiyi zaman ilk ağlımıza gələn heç şübhəsiz ki, bu ayda müqəddəs kitabımız olan Qur'an-ı Kərimin nazil olmasıdır. Elə Uca Rəbbimiz uca olan kitabında da buyurur ki, Bismillahirrahmanirrahim. Şəhru Ramadanəl-ləzi unzilə fihil Qur'an. İnsanlara doğru yolu göstərən Qur'an Ramazan ayında nazil edilmişdir. Bəli, dəyərli dostlar, Ramazan ayının ilk günündə bu əzəmətli kitab haqqında sizlərə danışmaq istəyirəm. Bildiyiniz kimi Uca Allah uca olan kitabını Həzrət Peyğəmbərimizə 23 il ərzində nazil etmişdi. Quran-ı Kərim əslində insanlığı zülmətdən nura çıxardan ilahi qanunlar toplusudur. Quran-ı Kərim bütün gözəllikləri, bütün xeyirləri özündə ehtiva edən bir kitabdır. Quran-ı Kərim insanlara səadətin və xoşbəxtliyin yolunu göstərən həqiqi bir mürşiddir. Quran-ı Kərim sevənin sevdiyinə olan bir naməsidir. Ondan möhkəm yapışanları heç bir zaman yolda buraxmayan, işığından istifadə etmək istəyənləri heç bir zaman qaranlıqda tək buraxmayan kitabdır. Quran-ı Kərim eyni zamanda insanlara doğru yolu göstərən bir kitabdır. Uca Rəbbimiz İsra surəsində buyurur ki, həqiqətən bu Quran insanlara doğru yolu göstərəndir. Bəli, Quran-ı Kərim həm dünya həyatımızın, həm axirət həyatımızın yolunu, həqiqi yolunu bizə göstərən, bizə həqiqi xoşbəxtliyi vəd edən bir kitabdır. Dəyərli dostlar, bildiyiniz kimi Ramazan ayı Quran-ı Kərimin baharı olan bir aydır. Bu ayda bir ayə oxumaq, bir surə oxumaq başqa aylardan daha çox savaba malikdir. İnsan Quran sayəsində Allaha xitab etmək kimi məqamların ən ucasına yüksələ bilər. Bu məqamların fərqində olan, şuurunda olan insan oxuduğu Quranla Rəbbini dinləyər, Rəbbi ilə danışar. Dəyərli dostlar, Quran-ı Kərim bütün sözlərin, bütün kəlamların fövqündə dayanan bir kəlamdır. Həzrəti Peyğəmbərimiz, kainatın fəxri, varlıq aləminin səbəbi Həzrət Muhammed sallallahu aleyhi və aleyhi və səlləm bir hədisində belə buyurur. Quran-ı Kərimin digər kəlamları olan üstünlüyü, əziz və cəlal olan Allahın yaratdıqlarına olan üstünlüyü kimidir. Dəyərli dostlar, burada sizinlə Quran-ı Kərimlə bağlı ibrətamiz bir hekayəni bölüşmək istəyirəm. Yaşlı bir insan Quran-ı Kərimin mənasını tam anlamasa da hər gün onu oxumağa çalışardı. Bir gün övladlardan biri atasına mənasını anlamadığın kitabı niyə bu qədər oxuyub özünə əziyyət edirsən deyə sual edir. Atası hər gün kömür daşıdıqları səbəti oğluna göstərərək belə buyurur. Oğlum, sən bu səbətlə mənə su gətirdikdən sonra bunun hikmətini, səbəbini sənə açıqlayacağam buyurur. Oğlu səbəti götürüb su gətirməyə çalışsa da, nə qədər istəsə də alınmır ki, alınmır. Nəhayət, atasının yanına gəlir. Atacan, mən bu işi bacarmadım, onsuz da bununla su gətirmək mümkün deyildir, deyir. Atası gülümsəyərək səbəti oğluna göstərib belə deyir. Oğlum, sən bu səbətdə hər hansı bir dəyişikliyin olduğunu gördünmü? Oğlu, bəli atacan, səbət artıq tərtəmiz olmuşdur.
Atası gülümsəyərək oğluna belə deyir: "Oğlum, Qur'an-ı Kərim də bir su kimidir. Mən onun mənasını anlamasam da, hər dəfə oxuduğum zaman dünyanın pislikləri ilə çirklənmiş qəlbim onun sayəsində təmizlənir." Bəli, əziz və dəyərli dostlar, Qur'an-ı Kərim belə bir kitabdır. Qur'an-ı Kərim elə bir kitabdır ki, onu haqqı ilə oxuyarıqsa, haqqı ilə anlamağa çalışarıqsa, qəlbimizdə olan bütün çirkinlikləri, bütün pislikləri, kini, nifrəti, həsədi aradan aparar. Dəyərli dostlar, gəlin Allah Rəsulunun bizə son əmanətlərindən biri olan Qur'an-ı Kərimi haqqı ilə oxumağa çalışaq. Gəlin Allah Rəsulunun əmanəti olan Qur'an-ı Kərimlə rabitəmizi yenidən dərinləşdirək. Gəlin bu mübarək ayı fürsət bilərək Qur'an-ı Kərimin nuru ilə qəlbimizi və ruhumuzu yenidən inşa edək.